Bakının müxtəlif küçə və prospektlərində biz müasir xətlənmə deyək. Çünki biz demirik, Maliyyəti Qurum deyir ki, mobilliyin təşkili istiqamətində məhz bununla paralel olaraq əlaqələndirirlər ki, yeni xətlənmə, nişanlanma xəttləri çəkilir. Amma bu, bir çox sürücülərimiz üçün yaddır və bu, səhv eləmirəmsə, 2023-cü ildə qəbul olunan AZS standartları əsasında bu xətlənmə, nişanlanma prosesi aparılır. Amma bu, çox sürücülər üçün yaddır. Yəni, bunu nəyinə əsaslandırmaq olar? İndiki vəziyyətdə nə düzgündür, nə yanlışdır? Avropada gəzirsiniz, ümumiyyətlə, belə bir nişanlanma varmı, yoxsa ilk dəfə siz də Azərbaycanda gördünüz bu nişanlanmanı? Yox, Avropada bu dərəcədə deyil, amma məsələ bilsin nədədir? Bizim bəzi sürücülərin davranışına baxanda deyirsən ki, elə kaş belə olsun. Çünki yenə də bax, o bayaq dediyim məsələyə gəlir ki, biz birinci bir şeyi çox sərt eləməliyik ki, sürücü bunu anlasın və öyrəşsin buna. Təbii ki, söhbət bəzi sürücülərdən gəlir. Təbii, yəni bizim sürücülər öyrəşiblər istədiyi kimi rahat manevra, daha geniş zolaqlara. İndi bugün məsələn zolaq... Mənimdir və s. Bəli, indi zolaq 3.20-yə keçir məsələn, o deyir ki, bura niyə darış qalır, ona dar gəlir və yaxud o istədiyi kimi həmişə hardan istəyir dönürdü. İndi zolaq onu məcbur ki, yox, istədiyin yerdən dönə bilmərsən. Yuxarıdan çəkir. Bəli, xətlə get. Bu əslində bir yandan sürücülük mədəniyyətinə görə yaxşıdır. Mən sizə deyim ki, bu inkişaf elətdirəcək bizim o mədəniyyətimizi. Çünki istərsəməz bir dəfə, iki dəfə cərimə artıq öyrəşəcəksən. Öyrəşənə qədər də bax belə vəziyyət yaranır. Təbii, hə, amma bəzi yerlərdə də razıyam ki, çox belə ilanvari döngələr gedir. Baxırsan belə deyirsən ki, bunu niyə eləyiblər? Yəni bu şəkildən başa düşürsən. Hə, yəni bu düz də ola bilərdi də məsələn. Bu var, razıyam, amma yəni bacardıqları qədər belə başa düşürəm ki, mövcud yoldan, çünki yolu genişləndirə bilməzlər. Bu mümkün deyil. Mövcud əlimizdə olan deyək ki, nə bilim 5 metrdən, 10 metrdən nə qədər yerimiz varsa, oradan daha çox faydalanmağa çalışırıq ki, həm velosipedə yol verək, həm ona yol ayıraq, həm buna yol ayıraq, ondan irəli gəlir. Amma düşünürəm ki, 50% sürücümüzə o lazımdır ki, heç olmasa. Birinci düz sürməyi öyrənsinlər, ondan sonra görəcəklər ki, normaldır, yəqin ki, yığışdırarlar. Təşəkkürlər, minnətdarım. Uğurlar, sağ olun.